Konferansdan öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev muzeyi ilə tanış olublar. Naxçıvan Muxtar Respublika xəstəxanasında davam edən konferansın əsas məqsədi tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə yanaşmaları, profilaktik tədbirlər və bu sahədə tətbiq olunan yeniliklərin tibb ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov və digər çıxış edənlər bildiriblər ki, Muxtar Respublikada belə əhəmiyyətli elmi-praktik tədbirlərin keçirilməsi səhiyyə sahəsində aparılan məqsədyönlü işlərin tərkib hissəsidir. Qeyd olunub ki, son dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutlarının aparıcı mütəxəssislərinin Naxçıvana səfərləri artıq ənənə halını alıb. İstər kardiologiya, istər mama ginekologiya, istər oftalmologiya, istərsə də digər ixtisas istiqamətləri üzrə tanınmış professor və həkim heyətinin Muxtar Respublikada keçirdiyi tibbi aksiyalar, müayinələr və maarifləndirici tədbirlər əhalinin yüksək ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılmasına mühüm töhfə verir. Bizi üçün çox vacib bir tədbirdir. Ona görə ki, institutun çox böyük bir rolu var, çox böyük bir işi var və bizim bu iş istiqamətlərindən vacib yolu biri odur ki, biz müəssisələrlə işləməliyik, biz regionlarda çalışan həkimlərlə işləməliyik və Naxçıvan Respublikasında olmaq çox böyük bir qürurdur. Sizin gözəl həkimlərinizlə, gözəl tibb işçilərlə görüşmək və fikir mübadiləsinə aparmaq. Mən fikirləşirəm ki, hamımızın birlikdə işi daha da uğurlu olar. Həmçinin tədbirdə ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsi, pnevmoniyalar zamanı müasir yanaşmalar, ağır gedişatlı ağciyər xəstəliklərində respirator dəstək, latent infeksiyalar, transplantasiyalar və süni mayalanmaya hazırlıq dövründə risk faktorları, eləcə də ağciyər xəstəliklərinin cərrahi müalicəsində yeni imkanlar barədə təqdimatlar edilib. Sahil Əliyev, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.